Ermənistan Tavuş vilayətində etiraz aksiyası davam edir. Etiraz aksiyası zamanı magistral yolu zorla bağlamağa çalışan nümayişçilərlə polis əməkdaşları və hərbçilər arasında əlbəyaxa dava olub. Qarşıdurma zamanı polis etirazçılara qarşı səs qumbarasından istifadə edib. Bir neçə nəfərin xəsarət aldığı bildirilir. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Bağdad Qalstiyan gərgin vəziyyət yaratmağa çalışıb. Qubernator Xayaq Qalumyan etirazçıların yanına gələrək kənd sakinlərini radikal addımlardan çəkinməyə razı salmaq istəyib. Lakin ona qulaq asan olmayıb. Diqqət çəkən məqam isə bunun ilk belə aksiya olmamasıdır. Bundan öncə də yerli əhali ilə hökumət qüvvələri arasında qarşıdurma olub. Hətta bu cür qarşıdurmalar paytaxt İrəvanda da yaşanır. Ermənistanda gec-tez kilsə hakimiyyət qarşıdurmasının daxili çəkişməyə, toqquşmalara keçməsi gözlənilən bir senaridir. Paşinyan bütün hallarda mono hakimiyyət qurmaq istəyir və hakimiyyətin mərkəzləşməsi, tək əldə cəmlənməsini istəyir. Bu, Ermənistan reallıqları çərçivəsində təbii ki, üzləşilməyən bir vəziyyətdir. Yəni, Paşinyan gəldiyi hakimiyyəti ilk zamanlarda iqtidarı bu qədər yumşaldıb, indi təzədən sərtləşdirilməsi təbii bir mənalı qarşılanmır. Qərb isə bu məsələyə ümumiyyətlə sakit durur ki, bu da bir mənalı deyil. Çünki bənzər formada digər ölkələrdə olan hadisələrə, xüsusilə Azərbaycanda baş verən ən kiçik hadisələrə sərt reaksiya verən Qərb, Ermənistandakı bu insan haqları pozuntularını təəssüf ki, heç bir reaksiya vermir və bu da açıq-aşkar ikili standartların göstəricisidir. Amma digər tərəfdən kilsə hakimiyyət qarşıdurmasının artan tempdə davam etməsi Ermənistandakı sabitliyin, o cümlədən regional sabitliyə təsir edəcəyini deməyə əsas verir. Ermənistandakı gərgin siyasi vəziyyəti şərh edən ekspertlər hesab edirlər ki, hakimiyyət ona təhlükə törədəcək siyasi qüvvələri neytrallaşdırmaq və zərərləşdirmək niyyətindədir. Qarşı tərəf erməniliyin ideoloji mərkəzi olan kilsə isə geri çəkilmək niyyətində görünmür. Bu proseslərin hətta vətəndaş müharibəsi ilə nəticələnəcəyi ehtimalı da artır. Elçin Şuşalı, Qafqaz TV üçün.